Siz deyəsən 5 gün ailəli olmusunuz və sonra boşanmaq ərizəsi vermisiniz. Heç kimə arzu eləmirəm ki, bu 2 ilin ərzində mən nəyi yaşadım, hansı rəngdədir, hansı materialdan eləmirsə. Deyirəm, o başa düşmür, deyirəm, siz başa düşmürsünüz. O sizdən də yaxşı başa düşür. Əgər qız mənə xoşuma gəlməyəcək, mən ona izah eləyəcəm ki, bu düzgün deyil, bu mənə xoşuma gəlmədi. Amma əgər o deyəcək, yox, sevirəm, onunla evlənmək istəyirəm, onu dəstəkləyərəm. 4 ilin ərzində böyük belə bir deyim ki, döyüş, bir-birimizi öldürürük, qışqırırıq, heç vaxt olmamışdı. Ailə elə şey deyil ki, hər şey rahatdır. Ailə həyatın ən çətin və ən böyük proyektdən biridir. Salam dəyərli ailə canlı izləyiciləri, salam dəyərli ailə canlılar. Bugün yenə qarşınızda mən Dilarə Həsənova və bugün yenə də mənim çox maraqlı bir qonağım var. Siz onu artıq çox tez-tez görürsüz. Təbii ki, həm bloqunu izləyirsiniz, həm də ki, YouTube kanalında da əminəm ki, izləyirsiniz və görürsüz. Son zamanlar hətta Azərbaycan dilində çox səlis, çox gözəl özünü ifadə eləyir. Uzun müddətdir mən də izləyirəm. Bugünkü qonağım Sausan Cəfarova. Salamlayıram sizi, Sausan. Əgər icazə versəz elə öncədən sizə sənləyə müraciət edeyim və rahatlıqla biz ünsiyyətimizi quraq. Heç bir problem deyil. Necə istəyirsiniz, elə də deyə bilərsiniz. Çox sağ olun. Sausan, istəyirəm sən izləyicilərimizlə salamlaşasan və özünü təqdim edəsən. Sausan Cəfarova, adım hamı soruşur, Sausan doğrudan elə sizin adınızdır. Bəli, doğrudan mənim adımdır. Vəsiqədə də elə də yazılır. Birinci, mən çox yaxşı adamam. Sonra anayam, blogeram, sahibkaram və mutlu qadınam. Xoşbəxtsiz. Bəli, çox xoşbəxtəm, min şükür. Çünki adam evdə xoşbəxt olanda, işdə xoşbəxt olanda, yəni hər şey bir yerdə elə gəlir. Ona görə də özümü xoşbəxt adam hesablayıram. Dediyim kimi, mən sizi uzun müddət izləyirəm. Bəlkə də 6 il, 7 il olar. 6 il. 6 görürsünüz, 6 il olar ki izləyirəm. Və ilk günlərinizdən belə mənim çox xatirimdəsiz, çox səmimi, siz izləyicilərinizlə səmimi ünsiyyət quran, hələ o vaxt çox elə bir, necə deyirlər, dəbdə deyildi blogerlər, çünki çox səmimi olsunlar, amma siz səmimi idiniz, gündəlik hətta videolarınızı çəkirdiniz və sizi narahat eləyən məsələləri vurğuluyordunuz, tez-tez deyirdiniz cəmiyyətdə, nəsə görsəz o dəqiqə paylaşırdınız. Ən xoşuma gələn xüsusiyyətlərdən biri və mənim sizə qarşı olan münasibətimi dəyişən, daha müsbət yönə dəyişən bir xüsusiyyət oldu ki, öz enişlərinizdən çox rahatlıqla danışdınız. Qurduğunuz işlərdən, sonra o işlərdə necə uğursuz olmaqdan, amma ona baxmayaraq yenidən ayağa qalxıb bir daha nəfəs alıb yeni bir iş qurmaqdan və bu da bir qadın olaraq həm insana bir ümid verir. Yəni ki, əgər başqa bir qadın bunu bacarırsa, niyə də digər xanımlar bunu bacarmasınlar? Bir də ki, hardasa sizin o xarakterinizi də vurğuluyur və insan bəzən o egosunu çox üstə qoyur. Öz o uğursuzluqlarını danışmaqdan çəkinir, gizlənir. Amma sizin o xüsusiyyətiniz həqiqətən mənim çox xoşuma gəlmişdi, bəyənmişdim bunu. Daha sonra sizin ailə qurmaq dövrünüz gəldi. 2025-ci il idi deyəsən, mən belə. Yox, 22. 24-cü ildə artıq Xalid var idi. Aha, bəli. Amma 2025-də mən sizin müsahibənizi xatırlayıram ki, bu yaxınlarda bəli vermişdiniz. 25-də onu vermişdim. Bəli, o müsahibəni vermişdiniz və ailə canlıya da sizi dəvət eləməyimdə əsas məqsəd bu idi ki, ailəsində sevgi görən, həqiqətən o diqqəti görən, qayğını görən, normal, belə deyək, dolğun bir ailədə böyümüş bir xanım necə olur ki, ailəsinin kənara qoyaraq öz sevgisinin, öz ailəsinin və gələcək həyat yoldaşının arxasınca gedir və bu addımı sonra peşman olmur. Çünki mən onu gördüm ki, siz peşman olmadınız və buna şükür eləmək lazımdır. İstəyirsiniz bu haqda biraz danışmaq bizimlə? Danışam, onsuz da indiyə necə çox suallar bunun haqqında alıram və əvvəlcədən demək istəyirəm ki, siz yəqin ki bilirsiniz, mən Azərbaycan dilində bu yaxınlarda başladım danışmağa və əlbəttə ki səhvlər eləyirəm, amma 100% bilirəm ki, siz məni anlayırsınız və başa düşürsünüz. Hamı soruşur, bu necə oldu ki, sən
ailəni, ananı, atavı qoymusan qırağa, getmisən bir kişiyə, hansı ki sadəcə 8 ay tanıyırdın. Və cavab çox sadədir. Mən həmişə düz 29 yaşına qədər həmişə valideynlərimi qulağa asırdım. O sadəcə evlilikdən haqqında danışmıram, həm də peşəni seçəndə, bloger olanda, dostluq eləyəndə həmişə onlardan məsləhət alırdım. Və bir neçə dəfə onların yanına gəlmişəm bir qərarla, amma onlar onu dəstəkləmədilər və dedilər ki, ya sən bu qərarı seç, ya da bizim. 2 dəfə bu baş verdi və 3-cü dəfə mən öz qərarımı gətirdim və dedim ki, bu mənim qərarımdır, bu mənim seçimdir artıq. Mən bunu istəyirəm və nöqtə. Onlar dedilər, yaxşı, problem deyil. Get onun dalınca. Amma əlbəttə ki, ümumiyyətlə situasiya asan deyildi və mən bunu indi ana kimi başa düşürəm. Amma 29 yaşında qadın daha yaxşı başa düşür, o nə istəyir. Bir də o vaxtından mən artıq işləyirdim, bir dünya görüşüm var idi və əlbəttə ki, mənim üçün də bu çox çətin qərarım idi. Çünki mən bilmədim uşaqlarla necə münasibət olacaq, onunla necə münasibət olacaq. Çünki o da daha çox Azərbaycan dilli idi. Biz fərqli sferadan gəlirdik. Amma onunla danışanda və münasibət quranda, ünsiyyət quranda gördüm ki, bu əsl o adamdır, hansı ki mən istəyirdim. Ən əsas odur ki, o heç vaxt məni sıxmırdı. Yəni ki, mənə təzyiq etmirdi. Bəli, bir də çərçivə heç vaxt mənə qoymurdu. Çünki o mənə inanırdı, güvənirdi, bilirdi, mən özüm bilərəm. Bunu eləmək olar, yoxsa olmaz. İkinci isə çox adam gülür buna, amma ki 29-da sən o qədər ay sevgi, məhəbbət, bir gül gətirsin, şokolad gətirsin, o maraqlı deyil. Xüsusən də əgər ailədə hər bir şeyi görmüsənsə, bir qız olaraq. Bir də 29 yaşından gözləyərsən ki, o sənə gül alar. Mənim üçün bu sevgi deyil. Mənim üçün dəstək sevgidir. Mənim yanımda olmaq sevgidir. Çətin günlərdə də, yaxşı günlərdə də yanımda olmaq. Və bu balaca bir period, balaca deyildi əslində. Nişanlandıq, 3 ay nişan olmuşuq və əlbəttə ki, bu 3 ayın ərzində artıq çətinliklər var idi. Və evlənəndən sonra çox çətin period idi, çox. Mən onu da dinləmişəm. Bəli, çox çətin. Mən onu da dinlədim. Hətta əgər icazə versəz açıqlayardım ki, siz deyəsən 5 gün ailəli olmusunuz və sonra boşanmaq ərizəsi vermisiniz. 4 gün. Sonra da mənim atam demişdi ki, get boşan. Mən boşanmamışam. Çünki mən 100% əmin idim ki, o adamdır, hansı ki mənə lazım idi. Düşünürəm ki, orada bir mübarizə gedib nə barədə? Sizin həyat yoldaşınızla ata, ikisi də kişi rollarında və hansı Sosanın həyatında daha mühüm rol oynayır? Bəli. Məncə orada bir mübarizə gedib ikisinin arasında. Sevinirəm ki, əslində hər iki tərəf qalib gəlib bu vəziyyətdə. İlk öncə, amma atalar həmişə çox diqqətli olurlar və xüsusən qız övladlarına qarşı həssas olurlar. Bundan yəqin ki, razısınız. 10 qatla bəli. Bu xüsusiyyəti var və onun üçün çox çətin idi mənimlə kiminləsə bölüşmək. Mühafizəkar rolunda olur həmişə. Amma artıq min şükür atam hər şeyi başa düşdü. Onsuz da bilir, mən onu hədsiz dərəcədə çox sevirəm və o onu yaxşı bilir. Prosta ki, mənə o qıza kimi yox, oğluma kimi baxırdı. Və həmişə düşünürdü ki, mən elə müdrik fikirlər olmalıdır, müdrik hərəkətlər eləməliyəm. Amma vaxt göstərdi ki, mən səhv eləməmişəm. Çünki bilirsiniz, hərdən bir bu çox belə dəbdə olan söz separasiya. Düşünürəm ki, bəzi valideynlər başa düşmürlər ki, 18 yaşından sonra uşaqlar artıq onlara biraz sərbəstlik vermək lazımdır. Çünki təəssüf ki, bizim valideynlərimiz həmişə bizimlə olmayacaqlar. Bir gün onlar da dünyanı dəyişəcəklər və əlbəttə ki, bu bizə xoş deyil, amma bu olacaq. Və məncə hər valideyn üçün bu böyük bir xoşbəxtlikdir. Sənin uşağın
öz ayaqlarının Üzərində üstünə dursun. Sosan bəzən bizim cəmiyyətdə olan valideynlər hətta 18 yaşına qədər sanki övlad öz-özünə böyüyür psixologiyasında olurlar. İlk müddətdə çox qayğı çəkirlər, sonra məktəb müddətində sanki bir boşluq əmələ gəlir və 18 yaşında övlad hər hansı bir qərar vermək istəyəndə deyirlər, sən nə ara yəni böyüdün ki, bu qərarı verdin? Bəzi elə valideynlər var, amma mənim valideynlər çox yaxşı bilirdilər mən nə ilə məşğul olan falan və s. Məni elə bil mən mamaya həmişə deyirəm, həm mama ilə müsahibə idi və mən ona demişəm ki, sən mənim həyatımı yaşayırdın. Mənimlə dostlarımla dostluq eləyirdin, mənim işim haqqında hər şey bilirdin. Əslində mama üçün bu yaxşı bir şeydir, çünki sən bilirsən ki, sənin qızın nə edir. Amma qızın üçün həmişə bu yaxşı şey deyil. Eyni situasiyanı mən yaşamışam. Mənim anam da hər zaman bizim yanımızda olub. Hətta universiteti bitirənə qədər, ta ki işləyənə qədər. Yəni həmişə bizi tanıyanlar bilir, universitet həyatında belə anamı tez-tez universitetdə görürdülər. Demək olar hər gün. Və bütün ətrafımızı bilirdi. Amma o mühafizə eləmək də bir patologiyadır mənim fikrimdə. Çox azad buraxmaq da patologiyadır. Sanki zaten bizim valideynlərimiz əlbəttə ki, bizlə öyrənirlər valideyn olmağı. Əlbəttə. Yəni biz də həmçinin övladlarımızla valideyn olmaq mərhələsini keçirik. Dönüb 5 il əvvələ, məsələn, mən baxsam, 5 il əvvəl valideyn olaraq etdiyim bəzi hərəkətləri ola bilər ki, indi qəbullanmıram hətta özümdə. Amma bundan sonra da 5 ildən sonra necə indiki vəziyyətimi qəbullamayacağım, onu da bilmirik. Ona görə axına buraxıb sadəcə valideyn olmaqdan zövq almaq və anı yaşamaq, övladla bir yerdə necə deyək, bunun ləzzətini yaşamaq daha düzgünüdür məncə. Və bəzən də professionallara həqiqətən də qulaq asmaq. Bu sahədə müəyyən bir təcrübəsi olanlara və insan düşüncələrini, psixologiyasını daha dərindən bilən insanlara məncə müraciət eləmək lazımdır. Çünki bizim də bəzi səhv inanclarımız, səhv kodlamalarımız, necə deyirlər, indi dəbdə o söz ola bilər. Biz onların üzərində hər gün işləyirik. Sənin həyatında bir neçə dəyişiklik olub və bir neçə seçim eləmisən. İlk öncə bilirəm ki, xaricdə, Dubayda məncə təhsil almısan, 7 il deyəsən öz 4 il ailəndən oxumuşam, 3 il işləmişəm. Ailədən uzaq olmusan və bir xaricdə yaşama təcrübəsi tək, yəni o da sənin bir seçimin olub. Daha sonra işində də yenə seçimi olub, blog aparmaq qərarına gəlmisən və ailədə. Ümumiyyətlə seçim etmək hansı həyatının hansı dönəmində daha çətin olub? Bunların hamısına baxsaq. Əlbəttə ki, evlənmək. Yenə də ailədə. Əlbəttə ki. Çünki bilirsiniz, peşəni dəyişə bilirsən, təhsili dəyişə bilirsən. Amma indi isə çox adam deyərlər ki, həyat yoldaşı da dəyişə bilirsən, amma mən bununla razı deyiləm. Mən evlənəndə demişəm ki, mən istəyirəm bir dəfə evlənim və bu axırıncı dəfə olsun. Əlbəttə ki, 100% bilirəm ki, çox elə adam düşünür, amma hər yerdə dözmək lazımdır. İşdə də dözürəm, ailədə də dözürəm, dostluğumda da dözürəm. Sadəcə olaraq ailədə dözümlü level daha çox olmalıdır. Çünki hərdən bir susmaq lazım. Məsəl üçün, işdə o qədər susmuram. Nə düşünürəm, onu da deyirəm. Amma ailədə biraz daha çox susur. Həm valideynlərimlə, həm bacımla, həm həyat yoldaşımla, həm uşağımla, həm də xanım hansı ki bizdə yaşayır, onunla da. Ona görə də əlbəttə ki, evlilik daha çətin idi mənim üçün. Çünki bu ömürlük bir seçimidir. Ona görə də dedim, amma çox fikirləşmədim. Bu qərara mən yəqin ki 30 dəqiqənin ərzində gəldim. Rəfiqələrim yanımdaydı və mən onlara dedim ki, otaqdan çıxın, mənə 30 dəqiqə lazımdır. Oturdum, tərəziyə hər şeyi qoydum və özümü soruşdum. Ən pis halda nə ola bilər? Ən pis. Ən pis halda sadəcə boşanmaq. Yəni ondan pis mənim üçün heç nə yoxdur. Yəni ki, ölüm demirəm, əlbəttə ki, bu başqa bir şeydir. Və dedim ki, mən bu qərarı verdim və onun dalınca mən özüm duraram. Əgər sabah səhv olacaq, gəlirəm valideynlərim yanına və deyərəm ki, səhv elədim. Siz səhv eləmədiniz.
Siz də səhvlər eləyirsiniz. Mən də adam kimi, qızınız kimi səhv eləyə bilərəm. Amma artıq 4 il keçib, biz 4 il evliyib, 5 il bir-birimizi tanıyırıq və indiyənə qədər kameraya görə yox. Özümə həmişə deyirəm, bu mənim ən düzgün seçim, həyatımın ən düzgün seçimidir. Maşallah. İnşallah bütün ömrünüz boyu bu seçiminizə həmişə belə ürəklə cavablandırasınız ki, həqiqətən də mən düzgün seçim eləmişəm. Ailə insanın həyatında yeganə faktordur ki, doğulduğu ailə onu dəyişə bilmir. Hə. Amma qurduğu ailəni dəyişə bilir. Bəli. Baxır, hansı dəyərlər var. O seçə bilmədiyi ailə əslində o dəyərləri əgər aşılaya bilirsə, bir xanımda xüsusən də. Çünki ailəni, yuvanı quran xanımdır da. Bu bütün təbiətin göstəricilərinə də baxanda bunu görür ki, yəni yenə də yuvanı quran qadın olur. Əlbəttə ki. Və ailəni dəyişmək sanki özün öz seçimlərinə, özün özünə qarşı xəyanət etmişsən kimi insana gəlir və bütün bu vaxta qədər yaşadıqlarına, inanclarına da xəyanət edirsən. Baxır nəyə görə? Qlobal bir əgər məsələ yoxdursa, mən həmişə ailənin müdafiəsinin tərəfində olan insanam. Sən az öncə qeyd elədin ki, səbir. Yəni burada səbr eləmək ilk faktordur. Çünki bir-birinizi nə qədər müddət məsələn tanıyırıq. Ailəmizi 28-29 il tanımışıqsa, sənin timsalında, mən də 28 yaşında ailə qurmuşam. Öz həyat yoldaşımızı ilk mərhələlərdə çox qısa müddətdə tanıyırıq və ancaq bir 10 il, 15 il keçəndən sonra, bəzən də hətta indiyənə qədər mən 15 ildir artıq ailə həyatı qurmuş olacam. 13 ildir. Sonra çox qabaq getdim. 13 ildə ailə həyatı qurmuşam və bəzən elə anlar olur ki, sanki ilk dəfədir həyat yoldaşımı tanıyıram kimi gəlir mənə, bəzi xüsusiyyətlərini. Oturam, düşünürəm, çünki mən də əvvəlki Dilarə deyiləm. Artıq özümlə onun sorğu-sualına aparıram ki, görəsən bu mənim hansı xüsusiyyətimdir ki, onda əks olunur və onu mən görürəm. Və o sualı cavab tapanda mən rahat oluram. Əslində Amma valideynlərlə elədir. Valideynləri mən artıq 33 il tanıyıram və hər dəfə nəsə təzə bir şey öyrənirəm onların. Çünki yaş keçdikcə sən böyünürsən, sənin fikirləri dəyişir və sən bəzi şeyləri görürsən, hansı ki bundan qabaq sən görmürdün. Bu pis ya yaxşı deyil, sadəcə olaraq sən başa düşürsən, o vaxtında nə baş verirdi. Bir də mən ana oldum, ona görə də ana kimi artıq anamı da başa düşürəm. Ona görə də bir də adamlar bazı nastroykaları bilmirəm necə olur. Təməl ayarlar. Bəli, onlar dəyişmir. Amma bəzi şeylər bəli, dəyişir əlbəttə ki. Ona görə də məncə sadəcə olaraq həyatında səbir ən əsas bir şeydir. Səbir. Hamıyla səbirlə yanaşmaqdır. İşdə olsun, ailədə olsun, dostluqda olsun, sadəcə olaraq dərəcəsini qoymaq lazımdır. Və hər adam, mənim həyatımda olan adam, onun dərəcəsi, səbir dərəcəsi var. Və dostluq bitəndən sonra mən həmişə deyirəm ki, sən o nöqtəyə çatmısan. Bir müddət var idi, sənin hətta dostlarında da azalma mən hiss elədim. Bu hətta onu sən öz bloqunda da çox rahatlıqla yenə də bildirirdin. Bəs dostlarının seçimində, o az öncəki seçimləri danışdıq, dedin ən çətin seçim ailə oldu da. Bəs dostları seçəndə çətinlik çəkmisən? Bəli, əlbəttə ki. Bundan birisi o gün mənim yaxın rəfiqəm bir yaxşı şey deyib. Məndə elə dostlarım var, mən onlarla illərlə dostluq eləyirdim. Amma ailə qurandan sonra biz biraz aralaşdıq. Və səbəb nə oldu? İnanclarıdır o da yoxsa? Səbəb odur ki, mənim dünya görüşüm onların dünya görüşündən biraz fərqli idi. Çünki evlilikdən qabaq mən tam başqa adam idi. Yəni ki, mən veçerinkalara gedirdim, restoranlara da gedirdim, hətta alkoqolü içirdim. Demirəm ki, piyan olurdum, amma içirdim. İndi isə mən nə içmirəm, nə partilərə getmirəm. Gedirəm, amma çox nadir hallarda ki, orada bir tədbir olur və ora
çağırırlar belə ya ad günü olur, ora gedirəm. Və düşünürəm ki, hər yaşının öz geyimi var, öz hərəkətləri var. Çox doğru. Nəyi mən 20 yaşında geyinirdim, artıq 33 yaşında mən geyinə bilmirəm. Nəyi mən 20 yaşında eləyirdim, artıq indi eləyə bilmirəm. O demək deyil ki, mənə kimsə nəsə deyir, amma mən özüm bunu başa düşürəm. Yəni bir misal kimi də deyirəm ki, mən bundan qabaq alkoqolu içirdim və Xalit 8 ya 6 aylıq idi. Mən bir qədəh şərab içdim, restoranda idik, bilmirəm ad gündə ya hardasa və evə gəldim. Və o vaxtında Xalit ağladı gecə vaxtı. İnanırsınız ki, mən onun yanına yaxınlaşa bilmədim. Çünki düşünürdüm ki, alkoqolu içən ana uşağın yanına yaxınlaşa bilmir. Mən elə düşünürəm, bu mənim düşündüyüm ki, kimsə deyə bilər ki, mən düzgün şey demirəm, amma bu mənim fikrimdir. Və ondan sonra mən bir qurtum da içmirəm. Çünki istəmirəm ki, mənim uşağım bu iyi məndən hiss eləsin. Ona görə də sonra da bir kitab oxudum ki, eşitdim ki, yəni ki, oxudum ki, ən çox bizdən enerji alan bir şeydir, o alkoqoldur. Ona görə də ondan sonra da bitdim. Bir də içəndə mən çox belə bilirsiniz, çox gülürdüm, çox danışırdım falan və s. Amma indi isə biraz sakitləşdim, ümumiyyətcə sakitləşdim. Çünki artıq mən düşünmürəm mən sabah hansı restorana gedərəm ya kiminlə vaxt keçirdərəm. Artıq mən düşünürəm ki, mənim uşağım hansı məktəbə gedəcək, hansı instituta girəcək, onun üçün də maddi cəhət lazımdır. O əskərliyə hansı, yəni bilirəm, kimsə deyə biləcək mən dəliyəm. Amma ki, əsas nəticədir. Və mənim üçün, mənim ən böyük nəticəm, bütün xəyallarım, bütün gücüm mən uşağıma qoyuram. Ki o 18 yaşında artıq bilsin o bu həyatda nə etmək istəyir. Məncə sən dəli deyilsən, sən ailə canlısan. Yəqin ki odur. Bir də siz soruşursunuz necə oldu ki, bəzi dostlarla artıq dost deyiləm. Onlarda başqa fikirlər var bunun haqqında. Onlar düşünürlər ki, həyat elə bil dəyişmir. Onlar üçün bəlkə dəyişmir, amma mənim üçün çox dəyişdi. Və bir gün, bilirsiniz, həmişə bunu rəfiqlərimə deyirəm ki, və onlar heç vaxt bunu başa düşməyəcəklər və heç kimə arzu eləmirəm ki, bu 2 ilin ərzində mən nəyi yaşadım. Sənin valideynlərin olmayanda vaxtında dəstəyi hiss eləməyəndə sən özünü yetim kimi boşluqda hiss edirsən. Boşluq, yetim bu pis mənada deyil. Sən hiss eləyirsən ki, sən yıxılanda səni heç kim tutmayacaq. Və sən başlayırsan bütün gücü işə verməyə, bütün gücü, yəni nəsə yaratmağa ki, yıxılanda valideynlər olmasın, amma bu bir balış kimi sənin arxasında olsun. Və bu hissi adamı öldürür. Və ona görə də deyirlər ki, uşaqlıq o vaxt da bitir valideynlərin dünyanı döyəşəndə. Və mən bununla 100% razıyam. Sən onu fiziki yox, amma mənəvi olaraq bir müddət hiss eləmirsən deyə. Bu çox çətindir. Mən heç kimə bunu arzu eləmirəm ki, kimsə bunu hiss eləsin. Sənin də mənim yanımda güclü həyat yoldaşım idi, o məni dəstəkləyirdi. Qaynanam yanımda idi, rəfiqələrim də yanımda idi. Amma bilirsiniz, başa düşürəm ki, heç kim səni valideynlər kimi sevməyəcək. Onlar hər şeyi səndən qəbul edəcəklər. Təmənnasız sevgi. Bəli. Təmənnasız. Bəli. Onlar sizə biraz incidə bilərlər, qışqıra bilərlər, bəziləri də bəlkə döyə bilərlər. Amma onlar onsuz da sizi sevirlər. Və onlar, bu hərəkətlər onlar elədilər ki, onlar yaxşı nəticə olsun. Yaxşı olsun. Ona görə də onları da qınamıram. Başa düşürəm ki, ana olaraq, ata olaraq əlbəttə ki, hər bir valideyn öz uşağa ən yaxşısı istəyir. İnsanın həyatında müəyyən bir dövrdə bəzi insanlar olur, müəyyən bir şeyə öyrətmək üçün də. Az öncə də dedim, bizim əkslərimiz olurlar. Məncə sənin həyatında da o dostlar
hansı ki deyirik o dırnaq içərisində. Belə Bir deməyəcəm. Sadəcə olaraq onların öz yolu var. Bir müddət həyatında amma rolu oynayıblar. Artıq Oynayıblar. Biz onlarla yaxşı, nə bilim, yaxşı vaxt keçirdik belə, amma artıq mənim prinsiplərim, mənim bəli, həyata baxışın dəyərlərim dəyişdiyinə biraz görə. dəyişdi. Çünki mənim üçün ən önəmli şeydir. Birinci mənəm, sonra mənim həyat yoldaşım, sonra mənim uşağım, sonra valideynlərim, sonra başqa şeylər. Bəli. Amma birinci yerdə mən və mənim həyat yoldaşım, uşaq yox. Çünki uşaq bugün var, sabah o da gedəcək inşallah. Öz yolu tapacaq, həyat yoldaşı tapacaq. Amma biz onunla qalarıq eyni evdə və həyat yoldaşımla ən əsas yaxşı münasibət qurmaq. O sevgi, məhəbbət əla bir şeydir, amma bir müddətdən sonra o da qurtarır. Yəni ki, ay gül alım, ay şokolad alım, ay hədiyyə aldım. Ən əsas dostluqdur. Bu şərik sözü var. Çox Azərbaycan dilində bəzən də çox işlədilmir. Qorxurlar hamı şərik sözündən niyəsə. Şərik. Şərik. Bəli, şərik əlbəttə. Bəli. Əslində bu həyat yoldaşı deyil də şərik. Həyatı Bəli. bir yerdə böləcəyimiz ikinci bir insan 100%. deməkdir. Düzdür? Övladın maşallah var, görürük, izləyirik, çox şirindir. Çox sağ ol. Çox xoşuma gəlir ki, danışıq qabiliyyəti çox gözəldir. Əslində ifadə eləmək özünü körpə, yəni dilində deyil. Onu xüsusi hazırlaşdırırsan, yəni məşğul olursunuz, yəni ki, ondan ki, o elə səlis ifadə eləyir fikirlərini. Onu da hamı artıq məndən soruşur. Deyərəm, mən xəstəxanadan 4 gündən sonra çıxdım və yəqin ki, siz yaxşı biləcəksiniz, siz də həkimsiz. Uşaq evə gələndə nadir hallarda gözləri açılır. Yəni ki, onlar lap balaca olurlar. Və mən onu belə bir balaca stulçika qoymuşam. Hələ ki, gözləri açılmırdı. Yəni ki, orada körpə, ödəm var idi, şişkinlik var idi. Və mən başladım ona kitabları oxumaq. Həyat yoldaşım belə mənə baxdı və dayıya var idi. O da baxdı, siz neyinirsiniz? Deyirəm, kitabı oxuyuram. Deyir, o sizi eşitmir. Deyirəm, siz məni eşitmirsiniz, amma o məni yaxşı eşidir. Deyirəm, mən anayım, o məni çoxdan, 9 ay əvvəl məni eşidirdi. Və hər gün ona kitabları oxuyurduq. Mən onunla danışırdım. Əlbəttə ki, o mənə heç bir cavabı verə bilmirdi. Amma bütün gün mən onunla danışırdım. İndiyə necə? Yəni, biz gəzəndə bir də izləyicilərim bəzi məni çöldə görəndə deyirlər, siz bu uşaqla niyə danışırsınız? O hələ ki danışmır. Deyirəm ki, mən istəyirəm ki, o tez danışsın. Ona görə də onunla tez-tez danışıram, izah eləyirəm. Bu krandır, kran binanı, bizim yanımızda binanı sındırırlar. Binanı sındırır, görürsən, orada bir kişi var, onu regulirovkanı eləyir və artıq o hər şeyi sizə izah eləyə bilər. Çünki onunla danışmaq lazımdır. Bir də ona cizgi sərhəd, cizgi filmi. Cizgi filmləri icazə vermirdim. Düz o vaxtında o danışmağa başlayıb. Mənə hamı deyirdilər ki, niyə onlar da oradan da öyrənə bilirlər? Yox. Onlar normal danışığı eşitməlidirlər. Belə yox, tütülmülür. Canım sadəcə cərimsən. Yox, normal danışığı. Həm rus dilində də biz danışırıq, mən rus dilində danışıram. Həyat yoldaşım Azərbaycan dilində danışır. Hər iki dilini, Azərbaycan dilini başa düşür. Bəzi sözləri deyir. Məsəl üçün o gün mənə dedi, mama get atsuda. Yəni get buradan, yox get atsuda. Amma başa düşür, amma daha çox rusca danışır. Çünki anam rus dilində danışır, atam rus dilində, yəni ki, Azərbaycan dili heç bilmirlər. Amma ən azından özünü çox düzgün ifadə edə bilir, maşallah. Yəni o mənim çox diqqətimi cəlb edir. Sadəcə olaraq qarışdırır qadın cinsi, bir də kişi cinsi, yəni paşla, pışla, elə şeylər hələ ki qarışdırır. Amma danışır, yəni ondan soruşuram ki, hara getmirsən, nə eləmirsən və artıq başladı kim nə danışır, mən də deyir. Deyir, ay malacez, dedəndə baş verirdi orada mən olmayanda. Amma min şükür düşünürəm ki, bu biraz bəlkə açıq deyim bunu, bu sırf mənim zəhmətimdir. Çünki mən buna görə çox əziyyət çəkdim. Yəni o qədər mənim üçün bu vacibdir
ki mən hər tərəfli onu çalışırdım ki danışsın və kimsə məsəl üçün bizdə dayı var idi. O balaca idi. O gəlmişdi ki, susurdu həmişə. Deyirəm ki, susma. Mənim uşağımla bütün gün danış. Mən evdə olmayanda danış. Deyirəm mən nə ilə danışım? Deyirəm nə bilim kravatı görürsən, izah elə bu kravat hansı rəngdədir, hansı materialdan eləmirsən. Deyirəm amma o başa düşmür. Deyirəm siz başa düşmürsüz. O sizdən də yaxşı başa düşür. Ona görə də 2 yaşında min şükür ay Allah o başladı danışmağa. Enerjini çox sevdim bugün. Danışdıqca, açıldıqca da biraz daha yaxın hiss edirəm özümə və çox xoşuma gəlir. Bir dəfə bir hekayə bölümündə şəkil paylaşmışdın. Mən elə xatırlayıram. Dəyərli doktorumuz Aslan Zəngiyevin şəkli idi deyəsən və orada yoxsa doğum günü idi, yoxsa rəhmətə gedən günü. Mən o şəkli görəndə inanmadım birinci. Dedim ki, doğrudan görüm Aslan doktordur. Aslan Zəngiyev rəhmətə gedib və o bizim dəyərli doktorumuz olub. Modern Hospitalda indi məni izləyənlər də yəqin ki görürlər, tanıyırlar və bilirlər. Az öncə də gələndə vurğuladım ki, bugün Aslan Zəngiyevin nəvəsi ilə müsahibə alacağım. Nə qədər soruşdular kimdir, dedim demirəm. İzləyib özünüz görərsiniz. Bizim auditoriya, ümumiyyətlə bizim həkimlərimiz bilmirlər ki, Sausan Aslan Zəngiyevin nəvəsidir. Bunu mən o bir məqamda sadəcə qəbul eləmişəm. İstəyirəm sənin babanı hörmətlə, sevgi ilə anım indi hal-hazırda. Çünki indi çox istəməsin deyirlər, amma mən çox istəyirdi. Həqiqətən hər dəfə baxanda deyirdi, очень красивая женщина. Hətta mənə bəzilərini məsləhət görürdü ki, qəşəng o vaxt subay idi. Qəşəng qadındır, qəşəng qadındır deyə məsləhət gedirdim Aslan doktor. Xahiş eləyirəm o sözü deməyin də, utanırdım mən də. Çox gözəl, pozitiv bir insan idi və çox gözəl tələbələr yetişdirib, çox mükəmməl əməliyyatlar həyata keçirib. Hörmətlə xatırlayıram və sənə sual vermək istəyirəm ki, babanın sənin həyatında rolu nə qədər olub və sən ondan hansı dərsləri öyrənmisən? Çox həssas bir mövzudur. Hər dəfə onun haqqında başlayıram ağlamağa. Bilmirəm niyə, amma artıq neçə il keçib. 7 il keçib. Amma hələlikdə onun haqqında eşidəndə, danışanda çox çətindir mənim üçün. Çünki bir vaxt bir müddət var idi, mən onlarla yaşayırdım və deyim ki, baba mənim tərbiyə baxırdı, ya məni nəsə öyrədirdi. Yox, elə şey yox idi. Amma o məncə mənim kimi səmimi idi. Mən onun kimi səmimiyəm. Və o hamına ürəklə yanaşırdı. Ən böyük xatirə, bu çox gülməli olacaq. Amma mən balaca olanda yəqin ki 5 yaşım var idi, 4 yaşım var idi. 5, çünki artıq məktəbə gedirdim. Mən məktəbə 5 yaşımda getdim və oktyabr ayında, sentyabr ayında yox, oktyabr ayında. Və orada bizi öyrədirdilər necə yazmaq lazımdır. Elə propusnu titray dəftəri var idi falan. Yaz dəftəri. Bəli, və anam çox hirsli idi ki, mən tez-tez öyrənə bilmirdim. Və hər dəfə mən səhv eləyəndə dəftəri götürürdü, qırırdı, atırdı və təzə dəftəri gedirdi. Və bütün mənim əziyyətim qırırdı, atırdı. Bir dəfə babam işdən tez gəlib və gördü ki, mən dərsləri eləyirəm və orada yenə də səhv elədim. O vaxtında əlbəttə ki, o qələmlər hansı ki, sildirə bilərsən, elə şeylər yox idi. O gəldi ki, dedi ki, sakit ol, mən indi sənə kömək eləyəcəm. Götürdüm lezva bu boyda və başladı oradan yığışdırmağa ki, mən normal şəkildə yazım. Və həmişə mənə deyirdi ki, sən mənim birinci nəvəmsən və mən səni hamıdan çox sevirəm. Və buna 100% əminəm ki, çünki o həmişə mənim böyük sevgi ilə baxırdı. İndi isə 33 yaşımda başa düşürəm ki, sevgi baxış nədir. O vaxtında başa düşmürdüm. Və həmişə məni dəstəkləyirdi. Biz bilmirdik, o həstə idi və 2 gün ərzində o dünyanı dəyişib, yıxılıb və dünyanı dəyişib və mənə həmişə deyirdi ki, sən məni öz həyat yoldaşını hansı ki seçərsən, gətir.
mən ona baxaram, deyərəm bu əsl kişidir ya yox. Və mən həyat yoldaşımı seçəndə ən çox ağladım ki, çünki o yox idi və ondan soruşa bilmədim bu əsl kişidir yoxsa yox. Sonra da bir gün həyat yoldaşıma xahiş elədim ki, dedim gəl gedək onun qəbri üstünə. Onu gətirdim və soruşdum. Baba, düşünürsən bu əsl kişidir yoxsa yox? Həyat yoldaşım da deyir, dəlisən sən nə soruşursan? Deyirəm çünki o mənə dedi ki, gətizdir, mən səni deyərəm. İndi başa düşürəm ki, mən əlbəttə ki, əsl kişidir falan və s. Amma o mənim həyatımda özəl bir yeri tuturdu. Bu artistlik deyil. O bir dənə də nənəm var, hansı ki düşünəndə onunla nəsə olanda başlayıram ağlamağa. Çünki onlar mənim uşaqlığımda böyük rol oynadılar. Böyük. Onlarla yaşayırdım, onlarla əyləncəlirdim. Bütün pis sözlər ondan öyrənmişəm. Söyüş sözləri sadəcə ondan bilirəm və söyüş söyməyi sevirdi. 7 yaşımda başlamışam. Təsəvvür əməliyyatxanada onu təsəvvür edirsən. Başa düşürəm. Bir də o vaxtında onun pasiyentlər bizim evimizə də gəlirdilər və eşidirdim nə qədər söyüş söyürdü və anam həmişə ona deyirdi ki, ay papa, elə şey olmaz ki, sən niyə o qədər söyüş söyürsən? Deyir, onlar dəlidirlər. Semirdi özlərinə baxmayan qadınları. Bəli. Bəli. Qadın həkimi idi, ginekoloq idi təbii ki. Ona görə də sevmirdi heç bir vaxt. Hər dəfə də deyinirdi ki, belə qadın olar. Qadın özünə baxmır, belə qadın olar. O həmişə çox sevirdi baxımlı, özünə qulluq eləyən xanımlar. Mən də elə, nənəm də elədir. Hələ onun həyat yoldaşı da hələ ki özünə 88 yaşı var. Hələ ki özünə baxır, salona gedir, saçı rəngləyir, makiyaj eləyir. Allah can sağlıq versin. Amin. Nənəyə. Amin. Allah Aslan doktora da rəhmət eləsin. İstədim sadəcə bu mənim qəlbən bir borcum idi ki, onu xatırlayım bugün. Allah ruhunu şad eləsin inşallah. Gəl pozitiv biraz danışaq. İstəmirəm sən ağlayasan. Bu mən bilirəm ki, sənin o qəhərlənməyin əslində o hissiyatının, o az öncə dediyin uşaqlıqdan gələn hissiyatının üzə vurmağıdır, yoxsa ki biz ölümü real qəbul edən xanımlarıq hər ikimiz və bilirik ki, az öncə dedin ki, bizim valideynlərimiz kaş ki belə ola ki, bizdən öncə valideyn getsin. Çox ağır travmadır ki, övlad valideyndən öncə rəhmətə gedir. İndi hal-hazırda övladım var, yenə Allah saxlasın bir daha da deyim. Dönüb baxanda öz seçimlərinə, xüsusən də indi ailə qurmusan, öz ananı daha dərindən, daha yaxşı anladığını dedin. Öz oğlun o seçimi etsə, sənin deməyinə baxmadan heç nə, əgər sənin əksindən bir seçim etsə, onu səncə necə qarşılayarsan həmin dövrdə? Siz elə suallar verirsiniz, hansı ki, hər gün mənim rəfiqələrim məndən soruşur. Bəlkə məni küçədə görür, yəni ki, daha yaxın başlayır danışmağa. Gəlin onlara da cavab olsun. Onlar həmişə bu sual mənə verirlər. Deyim sizə, evlilik mövzu mənim üçün çox həssasdır. Çünki mənim həyatımın ən böyük arzusu mən həyata, reallığa çatdıra bilmədim, yəni ki, eləyə bilmədim. Bu toydur. Mənim üçün toy ən böyük arzum idi. 5 yaşından deyirdim ki, məndə böyük paltar olacaq, ağ olacaq, o olacaq, bu olacaq, amma bu olmadı və hamı deyir ki, 10 illik yəni ki, olanda eləyərsən, yox, bu toy deyil. Toy vağzalı ilə olur, nə bilim, qırmızı lentlə olur, bununla olur, onunla olur. Məndə bu olmuyor və hər dəfə özümü soruşuram ki, ay Süsə, əgər sabah sən Xalidin gələcək və deyəcək ki, mama, mən bir qız tapdım. O məndən 10 yaş böyükdür və onun 3 uşaq olması 2 uşaq var. Nə deyərsən? Nə deyərsən? Deyərəm. Yəni, əlbəttə ki, qızla danışaram. Əgər qız mənə xoşuma gəlməyəcək, mən ona izah eləyəcəm ki, bu düzgün deyil, bu mənə xoşuma gəlmədi. Amma əgər o deyəcək, yox, sevirəm, onunla evlənmək istəyirəm, onu dəstəkləyərəm. Çünki uşağa ən əsas bir şeydir, valideynlərin dəstəyidir. Olsun ki, bu düzgün seçim deyil. Olsun, olur.
O qədər ailələr bilirəm ki, tanıyıram ki, o hamı xoşbəxtdir, bir-birinizi seçdilər, hamı xoşbəxtdir, əla seçimidir. Axırda da nəticə yaxşı deyildi. O ondan deyil, o bilirsiniz, o lotereya kimidir. Sən bilmirsən səni sabah nə gözləyir. Mən də bilmirəm, bəlkə mən indi deyirəm ki, bu mənim ən doğru seçimdir. 10 ildən sonra deyirəm, ay Allah, mən neynəmişəm. Bilmirik. Amma mən 100% bilirəm ki, əgər ailədə 2 nəfər işləyəcək, münasibətin üstündə işləyəcək, maddi cəhət demirəm. O da yaxşı olsaydı. O da yaxşı. Əgər ikisi də işləyəcək, orada inanmıram ki, boşanma söhbət olar. Çünki mən həyat yoldaşımla hər şeyi müzakirə edirəm. Nəsə xoşuma gəlməyəndə özümə 5 gün verirəm. 5 gün. Deyirəm ki, get, bu fikirlə gəz. Çünki indi hirslisən, başlayarsan qışqırmağa və heç kim mənə inanmır. Heç kim. 4 ilin ərzində böyük belə bir deyim ki, döyüş, bir-birimizi öldürürük, qışqırırıq. Heç vaxt olmamışdı. Heç vaxt. Çünki biz bir-birimizlə həmişə hər şeyi müzakirə eləyirik. Çalışırıq izah eləməyə, niyə bunu xoşuma gəlmədi, necə mən xoşlayardım ki, bu olsun falan və s. Bir də o uşaq məsələlərə qarışmır. Toka mən istəyəndə deyirəm ki, sən mənə inanırsan. İnan ki, mən yaxşı tərbiyə ona verərəm. Qayıdıram suala, əgər o mənə deyəcək ki, hə, mən belə bir qızı istəyirəm, evlənsin. Sadəcə olaraq bir şey, həyat yoldaşımla da artıq bunun haqqında danışdıq. 20 yaşında mənim yanıma gələndə deyəndə ki, mən evlənmək istəyirəm, ona da deyərəm, hə. Amma ana kimi mən öz borcumu eləyəcəm, toy eləyəcəm. Ondan sonra ölərəm də 1 manat da vermərəm ona. Valla. Çünki mən yəni maddi olaraq öz ayağı üzərində dayandıqdan sonra. Çünki ən əsas kişi pul qazanmalıdır. Kim mənə deyər, yox bu əsas şey deyil, yox bu boş söhbət. Haqlısın. Xanım, bəli, o istəyir işləyir, istəyir işləmir. Amma kişi pul qazanmalıdır. Çünki adətən bütün problemlər pula görə başlayır. Ya çox pullar qazanır, başlayır özünə fərqli macəralar axtarmağa. Ya da az pul qazanır və ailəyə də pul lazım olur, başqa şeylər, nə bilim, pampers almaq lazım və o buna görə başlayır danışmağa. Bir də bir sözü o gün... Pulun menecmenti önəmlidir əslində, idarə olunması ailədə. Pulun menecmenti də o qədər çətindir, amma bəli lazımdır. İdarə olunması. İnanırsan, ustasın, mənə gəlir ki, o qadından asılıdır pulun idarə olunması. Yox, elə kişilər də, mənim atam çox yaxşı pul menecmenti eləyir, mənim anam heç onu eləyə bilmir. Həyat yoldaşım yaxşı pul menecmenti eləmir, mən daha yaxşı eləyirəm. Bir də mən düşünürəm ki, orada bir ortalıq tapmaq lazımdır. Mən bütün pulları qırağa qoyuram. Yəni ki, bunu alayım, mənzili alayım, onu alayım, bunu alayım, uşağıma buna, o üç uşaqlar orada almaq lazımdır. Amma bu da dəlililik dərəcəsidir. Həyat yoldaşım deyir, biz o qədər qazanırıq ki, biz bütün gün qırağa qoyaq. Ona görə də o daha çox həcdir. Mən də qoyuram qırağa, investisiya edirəm, onu alıram, bunu alıram. Amma hamı elə deyil, bütün qadınlar elə deyil ki, və olmamalıdırlar. Prosta ki, sadəcə olaraq ailədə ya kişi, ya qadın bunu eləməlidir. Vəssalam. Sən tez-tez 2 övlad orada təkrar elədiyinə görə o sualı əgər icazə ver. 3 övlad artıq 3 övladı olan bir kişi ilə ailə həyatı qurmusan, mən belə başa düşdüm. Bunu məsələn mən bilmirdim. Bilmirdiniz? Yox. 3 uşağı var idi. Yəqin ki, ailənin də qarşı çıxmalarının əsas səbəblərindən biri bu olub. Sənin isə ilk təcrübən olub və sən ilk dəfədə ailə həyatı təcrübə edirsən. Necə düşünürsən, sənin həyat yoldaşının o 3 övladı o qədər doğma gəlir sənə, yəni hal-hazırki vəziyyətində?
Bu səmimi biraz sual oldu, amma deyərəm məcburam. sizə. Mən birinci dəfə onunla görüşəndə və biləndə ki, onun 3 uşağı var, biraz çətin, mənim üçün bu çətin idi. Necə bunu qəbul edərəm? Yaş fərqi çox idi, yəni aralarında. Böyük bizim həyat yoldaşımla yoxsa uşaqlar? Yox, uşaqların. Uşaqlar biri artıq 18 yaşı var, biri 13 ya 14 və üçüncü də 7 yaşı var. Yəni ki, böyük qızımız böyük balaca deyildi. Düşünürəm ki, bilirsiniz necə, mən güzgü kimiyəm. Sən mənə necə yanaşarsan, mən də elə də sənə yanaşaram. Sən mən yaxşı söz deyərsən, mən sənə 10 yaxşı söz deyərəm. Və birinci dəfə onların ailənə gələndə maksimal olaraq nəyi bacarırdım, onu eləyirdim. Hətta sizə bir məsələ danışacağım. Xalid 2 aylıq olanda biz həyat yoldaşımla İtaliyaya uçduq. Və atam mənə pul verdi ki, dedi ki, get mənim adımdan Xalidə nəsə al. Dedim, yaxşı. Dedi ki, hədiyyə kimi gətirərsən, mənə verərsən, mən özüm ona 2 ayda nə başa düşürdü bu uşaq. Amma ki, baba Xalid özəl münasibəti var. Və mən bir mağazaya girdim, onda brend şeyşülləri var idi. Atam da dedi ki, get brend geyimləri al ki, onun hər bir ayda onu bir balaca şənlik eləyəndə o onu geyinsin. Bəli. Dedim, yaxşı, girdim bu mağazaya və Xalidə bir, nə bilim, Kenzo var idi orada, belə şortik maykadır. Baxdım, dedim, yox, bu ədalətli deyil ki. Bəs bu uşaqlar onlara niyə almıram? Və neynədim? Papanın pulundan Xalidə Kenzo kostyumu aldım. Uşaqlara da həyat yoldaşımdan pulundan aldım. 3 dənə, birinə, nə bilim, brend geyimləridir. Yanımdan gəlmir hansı brendidir. Və Xalidə də həyat yoldaşımın pullardan da bir balaca şey aldım. Amma Kenzo deyil, bombos idi, bunu yadımdadır. Soruşarsınız niyə? Çünki mən düşünürəm ki, uşağın necə deyirlər? Haqqına? Yox, səhvi deyil ki, səhv. Uşaqların günahı deyil. Günahı deyil ki, onların valideynləri boşandılar. Və onlar hiss eləməməlidirlər ki, ata bununla daha çox vaxt keçirdir. Bəli, ayrı seçkinlik olmamalıdır. Ona görə də hər birinə bir balaca nəsə geyim aldım. Sonra da o pul hansı ki qaldı ki, Xalidə alırdım. Çünki papam sonra məndən hesabat istəyərdi ona görə. Amma həmişə elə eləyirəm ki, əgər Xalidə alıram, onlara da eyni mağazadan çalışıram nəsə almağa. Bir də mən özüm işləyirəm və mən də qarşılıqda həmişə elə olur. Mənim pullarım, həyat yoldaşım pullarım. Bir də ata əgər nəsə verir hədiyyə alma, atamın pulların. Və hər dəfə orada bir balaca belə kağız yazıram ki, bilim kimin nə pulu var. Və həmişə özümdən Xalidə nəsə alıram, ailəmdən nəsə alıram. Çünki həyat yoldaşımın pulları mənim də pullarımdır. Və atamdan alıram. Və gəlir onun yanında bu baba, bu papa, bu mama, bu belə. Həyat yoldaşım da deyir ki, sən dəlisən, biz bir ələyik. Nədir ki, mamadır, papadır. Deyirəm ki, çünki sənin pulları bizim ailəmizin pullarıdır. Amma mənim pullarım, bu mənim pullarımdır. Və uşaq bilməlidir ki, mama da qazanır və ona bir hədiyyə kimi gətirir. Və düşünürəm ki, uşaqlar da ədalətli bir yanaşma görməlidir. Bir də, amma mən güzgüyəm. Yəni ki, əgər sən uşaqsan, ya mənim anamsan, ya atamsan, ya uşağımsan və sən mənə səmimiyyətlə yanaşmırsan, mən də elə sənə yanaşaram. Və mənim anam da həmişə deyir ki, sən niyə belə eləyirsən mənim qarşıma? Deyirəm ki, mən sənin güzgüyəm. Sən mənə qarşı nə inirsən, mən də onu sənin qarşına dalaşmıram, nəsə demirəm. Amma özüm üçün bir nəticə çıxardıram və başa düşürəm ki, mənim belə bir münasibəti başa düşmür.
Bəli. Ona görə də mən artıq bunu eləməməliyəm. Ümumiyyətlə uşaqlar çox gözəl əslində özlərinin asılı olmayaraq fitrətlərində bu var ki, çox gözəl sensorlar var və Əlbəttə ki. yaxşını pisdən, düzgünü Əlbəttə ki. yalandan çox gözəl ayırd edə bilirlər. Əlbəttə Hətta ki. mənim övladlarım, bizim dostlarımız evə gələndə və yaxud kimsə gələndə o dəqiqə belə lokator kimi elə bir sanki həm gözləri, həm qulaqları açıq olur, baxırlar belə skən eləyirlər. Hər şeyi bizdən Çox yaxşı həssasla bilirlər. skən eləyirlər və münasibəti elə göstərirlər ki, əslində biz onlara demirik belə münasibət göstərin. Təbii ki, valideynlərə baxıb onlar bəzi xüsusiyyətlərini kopyalayırlar. Əgər doğmasansa doğma münasibət edirlər. Amma uşaqlar çox gözəl həssasdırlar və anlayırlar düzgünü səhvdən və yalanı səmimiyyətdən. Sən əgər qəlbən o övladlara qarşı həqiqətən də səmimisənsə, az öncə də qeyd elədiyin kimi düşünürəm ki, inşallah ömürlərinin bütün dövrlərində Sausan adı gələndə ona o doğmalığı hiss edəcəklər və səndən həqiqətən də səmimi olacaqlar. İnşallah. İnşallah. Bu bilirsiniz həm də anadan da asılıdır. Məncə ana da həmişə yəni ki bizə bir baryer kimi qoymur. Uşaqlar da bizimlə məsəl üçün bu yaxınlarda Türkiyədə bir yerə getmiş uşaqlarla. Biz bir-birimizə dəstək eləməliyik. Yəni uşaqlarla bağlı. Çünki onlar istəmirik ya istəyirik, onlar bacı qardaşdırlar. Və onlarda bir yaxşı ünsiyyət münasibət olmalıdır. Demirəm ki, bütün gün bir yerdə olsunlar. Çünki mən öz doğma bacımla bütün gün bir yerdə deyiləm. Amma onlar bilməlidirlər ki, onlarda qardaş və bacı bəli var. Və Xalid məsəl üçün həmişə deyirdim balaca oğlumuzla, yox, böyük oğlumuzla çox yaxşı münasibətdədir. Yəni o onu uşaqlıqda, yəni körpülükdən o qədər sevirdi. Birinci dəfə onu görəndə o qədər onu qucaqladı. Dedim, Xalid, sən onu hardan tanıyırsan? Amma yəqin ki, hiss elədi. Ona görə də düşünürəm ki, sadəcə olaraq ailədə qadınlar bu münasibəti dəstəkləməlidirlər. Ay Allah, bu şəkilçilər necədir? Dəstəkləməlidir. Nə qədər müddət Azərbaycan dili kursuna getmisən? Artıq bir aydır hələ ki, amma mənim üçün ən çətin bu şəkilçilər. Uzun sözləri çətindir mənim üçün deməyə. Müqayisə eləyəndə zənginliyini hiss edirsən Azərbaycan dili nə qədər zəngindir? İfadə olunma mənim müəllim həmişə bunu deyir, amma hələlik yox. Hələ ki, hiss eləmirəm. Amma qrammatika olaraq o rus dili kimi çox çətin deyil. Sadəcə o şəkilçilər, çoxlu şəkilçilər. Məna dəyişir. Ona görə də indi biraz əziyyət çəkirəm, amma səndə çox gözəl alınır. Sənə uğurlar arzu edirəm. Arzu edirəm ki, sənin Azərbaycan dili o qədər gözəl mənimsəyəsən ki, bütün sahələrdə və bütün öz necə deyirlər, ünsiyyətdə olacağın insanlarla rahatlıqla və asanlıqla ünsiyyəti qura biləsən inşallah. Sausan, səni çox yormaq istəmirəm. Bilirəm yormursan, amma yenə də. O zaten həmişə necə deyək, kamera qarşısındasan və işıqlar, sən artıq alışdığın bir mühitdəsən, necə deyərlər. Amma yenə də hər şey öz qədərində çox gözəl olur. Söhbət də öz qədərində, münasibət də öz qədərində. Bir sual, yekun olaraq bir sualla müraciət eləmək istəyirəm. Hansı ki, bütün mənim həmsöhbətlərlə soruşuram. Ailə canlı, yoxsa canlı ailə? Canlı ailə, əlbəttə ki. Əvvəlcədən sizin müsahibələr baxmışam və görmüşəm ki, həmişə onu soruşursunuz və mən fərqi bilmirdim. Getdim ChatGPT-yə, deyirəm, nə fərqi var ki orada? Əlbəttə ki, canlı ailə. Ailədə hamı bir-birimizi sevməlidirlər, dalaşmalıdırlar. Nə bilim, hərdən bir də bəlkə sevməlidirlər. Çünki əsəbləşəndə elə olur kişilər, olur elə, nə bilim, döymək yox, döymək lazım deyil. Amma ki, orada can olmalıdır. Nə hərdən bir həyat yoldaşım qapıdan girir, o qədər qışqırır. Ya, bu mənim maşını nə hara saxladı falan və s. Can oradadır. Ona görə də ailə çox canlı olmalıdır. Həm ağlamalıdırlar, gülməlidirlər. Bir yerdə yığışmalıdırlar. Bəli. Bir də yığışanda
spor eləməlidirlər. Münaqişələr olmalıdır. Bəli. Yəni bütün hissləri bir yerdə Əlbəttə yaşamalı, ki, yaşamaq bacarmalıdır. lazımdır. Ailə elə şey deyil ki, hər şey rahatdır. Ailə həyatın ən çətin və ən böyük proyektdən biridir. Ona görə də mən düşünürəm ki, bütün gücü, bütün enerjisini birinci ailəyə qoymaq lazımdır. Və çox adam məndən soruşurlarsa, niyə bütün gün bişirirsən, nə bilim, onu edirsən, bunu edirsən? Çünki nəsə olanda mənim istəmirəm ki, kimsə mənə desin, sən yaxşı ana olmadın, ya yaxşı həyat yoldaşı olmadın. Mən əminəm, mən əla anayım, əla həyat yoldaşıyam. Sənə bu missiyanda uğurlar arzu edirəm. Çox sağ ol. Həm mətbəxdə, həm şəxsi həyatında, həm övladının qarşısında və digər övladların qarşısında həmişə inşallah ki successful, yəni uğurlu olasan arzu edirəm. Enişlərdə və yoxuşlarda da həmişə ayağa qalxıb yenə davam eləməyi bacarasan. Çox sağ ol. Minnətdaram. Təşəkkür edirəm bu gün mənim qonağım olduğuna görə. Əminəm ki, bizim izləyən izləyicilərimizə də çox maraqlı bir söhbət oldu. Səni daha yaxından və ailə münasibətlərini daha dərindən izlədilər. Artıq suallar olmayacaq. Ümid edirəm ki. Keçəcəyik başqa mövzulara. Təşəkkür edirəm. Çox Yaxşı sağ ki, ol, gəldin. sizə Biz də, çox sağ ol. mən də öz növbəmdə bizi izləyən bütün izləyicilərimi təşəkkür edirəm ki, bugün yenə izlədiniz bizi. Növbəti görüşlərə qədər sağ olun.